Bu dəfə sizə qızılgül suyu necə hazırlanır onu göstərəcəm. Qızılgülləri gördüyünüz kimi yuyuruq. Suyu gedəndən sonra sıx şəkildə bankaya yığıb üzərinə qaynar su əlavə eləyirik. Gördüyünüz şəkildə üzərindən basa-basa sıx şəkildə olmalıdır. Güllərimiz də suyu da ağzına kimi yığırıq, bağlayırıq, dəsmala büküb isti yerdə, mətbəxdə bir gecə saxlayırıq. Səhər açırıq. Açıb onu süzürük gördüyünüz şəkildə. Qızılgülün suyunu süzürük, sıxırıq tamamilə. Sonra həmən süzülmüş suya yarım çay qaşığı limon duzu əlavə edib ağzını bağlayıb hardasa 5 dəqiqə dincəldirik. 5 dəqiqədən sonra gördüyünüz şəkildə təzədən süzürük. Tərtəmiz süzülür. Ondan sonra onu butulkalara süzüb saxlayırıq. Rənginin gözəlliyini görürsünüz, göz qabağındadır, necə gözəl şəffaf alınır. Ağzına salfetka qoydum, bağladım ki, hava çəkməsin. Hazırlayın, nuş olsun hamınıza.